Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün biz sizlərlə Gürcü dilində ilk olaraq iki feilin 3 zamanda hallanmasını öyrənəcəyik. Sonra da feillərə aid bir tapşırıq həll edəcəyik. Bizim bugünkü öyrənəcəyimiz feillər bunlar muşaoba işləmək və dacqeba başlamaq feilləridir. Bax bu iki feili. Muşaoba, dacqeba. Bu ikisini 3 zamanda. Yəni axlandeli, indiki, Carsuli, keçmiş, momavali gələcək zamanda öyrənəcəyik. Gəlin başlayaq ilk olaraq muşaoba işləmək feili ilə və bu feilin hallanmasını indiki zamanda öyrənək. İndiki zamanda dostlar mən işləyirəm, Gürcə olur mevmuşaob. Mevmuşaob. Sən işləyirsən, şen muşaob. Şen muşaob. O işləyir. İs muşaobs. Biz işləyirik. Çven muşaobt. Siz işləyirsiniz. Tkven muşaobt. Onlar işləyirlər. İsini muşaoben. Me muşaob. Şen muşaob. İs muşaobs. Çven muşaobt. Tkven muşaobt. İsini muşaoben. İndiki zamanıdır bu. Yəni axlandelidir o. İndi gəlin keçək gələcək zamana. Momavalidir o. Mən işləyəcəm. Me vimuşaveb. Sən işləyəcəksən. Şen imuşaveb. O işləyəcək. İs imuşavebs. Biz işləyəcəyik. Çven vimuşavebt. Siz işləyəcəksiniz. Tkven imuşavebt. Onlar işləyəcəklər. İsini imuşaveben. Me vimuşaveb. Şen imuşaveb. İs imuşavebs. Çven vimuşavebt. Tkven imuşavebt. İsini imuşaveben. Keçək keçmiş zamana. Yəni Carsulidir o. Mən işlədim. Me vimuşave. Sən işlədin. Şen imuşave. O işlədi. Man imuşava. Biz işlədik. Çven vimuşavet. Siz işlədiniz. Tkven imuşavet. Onlar işlədilər. Mat imuşaves. Me vimuşave. Şen imuşave. Man imuşava. Çven vimuşavet. Tkven imuşavet. Mat imuşaves. Keçək ikinci feilimizə, yəni dacqeba, başlamaq. İndiki zamanda mən başlayıram. Me vitzqeb. Sən başlayırsan. Şen itzqeb. O başlayır. İs itzqebs. Biz başlayırıq. Çven vitzqebt. Siz başlayırsınız. Tkven itzqebt. Onlar başlayırlar. İsini itzqeben. Me vitzqeb. Şen itzqeb. İs itzqebs. Çven vitzqebt. Tkven itzqebt. İsini itzqeben. İndi keçək gələcək zamana. Mən başlayacağım. Me da vitzqeb. Sən başlayacaqsan. Şen da itzqeb. O başlayacaq. İs da itzqebs. Biz başlayacağıq. Çven da vitzqebt. Siz başlayacaqsınız. Tkven da itzqebt. Onlar başlayacaqlar. İsini da itzqeben. Deməli, me da vitzqeb. Şen da itzqeb. İs da itzqebs. Çven da vitzqebt. Tkven da itzqebt. İsini da itzqeben. İndi keçirik keçmiş zamana.
Mən başladım. Me davitzqe. Sen başladın. Şen dayitzqe. O başladı. Man dayitzqo. Biz başladık. Çven davitzqet. Siz başladınız. Tkven dayitzqet. Onlar başladılar. Mat dayitzqes. Me davitzqe. Şen dayitzqe. Man dayitzqo. Çven davitzqet. Tkven dayitzqet. Mat dayitzqes. Deməli, bu bizim iki feilimiz idi. Yəni, ori zımna. Dres, çven vistavlet, ori zımna. Bugün biz iki feil öyrəndik. Muşaoba, daçqeba. İşləmək və başlamaq. Axla, ki, unda şevasrulot, savarcişo. İndi isə tapşırıq həll edəcəyik, yerinə yetirəcəyik. Ay naxet, axla ekranzet, xedavt, savarcişos. İndi ekranda da görürsünüz tapşırığı. Modit წავიკითხოთ და შევასრულოთ. Gəlin oxuyaq və həll edək, yerinə yetirək. Გვაქვს ერთი ნიმუში. Bir dənə nümunəmiz var. ერეკლემ შარშან სკოლაში მუშაობა მერე ფრჩხილებში. Sonra mötərizədə გვაქვს სამი forma, zımnis სამი forma motsemuli, yəni verilib feilin 3 forması. Dayitzqeps başlayacaq, itzqeps başlayır, dayitzqo başladı. Amma burada keçmiş zamandan söhbət gedir, yoxmu? Şarşan, keçən il yazılıb oraya. Ereklem, subyekt gördüyünüz kimi motxrobiti brunvadadır, yəni nəqli haldadır. Əlbəttə ki, keçmiş zamanda olan feilin keçmiş zaman formasından istifadə edəcəyik. Ona görə də gördüyünüz kimi boş yerə dayitzqo bunu əlavə edibdilər. Deməli, tapşırıqda nə baş verir? Mötərizənin içində feillərin formaları verilib və biz düzgün olanı boş yerə əlavə edib cümləni tamamlayacağıq. Gəlin birincini oxuyaq. Sağamos me da çemi deyida şviləbi Rustavelis kuçazə. Yəni, axşam mən və mənim xalam uşaqları Rustaveli küçəsində. Mötərizənin içində nə verilib? Qavi seyir nebt gəzəcəyik, yəni gəzib dolaşacaq. Qayi seyir nebt gəzəcəksiniz. Qayi seyir neben gəzəcəklər onlar. Burada əlbəttə ki, bizdən söhbət gedir, yoxmu? Me da çemi deyida şviləbi. Mən və mənim xalamın uşaqları. Buna görə də qavi seyir nebt gəzəcəyik. Bu forma düzdür. Keçək ikinciyə. Mteli ati tseli, yəni sonra mötərizənin içində verilib. Vimuşave işlədim, imuşave işlədin, imuşava işlədi o. Ninom mastsavleblad. Bütün 10 ili, yəni 10 il ərzində ninom, nino, subyekt budur, mastsavleblad, müəllim olaraq nə etdi? İşlədi. Yoxmu? Yəni imuşava işlədi. Burada imuşava, bunu boş yerə əlavə edirik. Üçüncünü oxuyuram. Xval nika. Mötərizənin içində verilib. İmuşavebs işləyəcək. İmuşaveb işləyəcəksən. Vimuşaveb işləyəcəm. Dilis 9 saatidən sağamos 10 saatamdır. Yəni səhər saat 9-dan axşam saat 10-a qədər. Kimdən söhbət gedir? Nika'dan söhbət gedir. Yəni Nika imuşavebs işləyəcək. Burada boş yerə imuşavebs bunu əlavə edəcəyik. Keçirik 4-cü cümləmizə. Şarşan zapxulşi dasasveneblad zğvazə. Mötərizənin içində verilib. İqavi sən idin, iqo o idi, viqavi mən idim. Şarşan zapxulşi keçən il yayda dasasveneblad zğvazə. Dincəlməyə dənizdə idim. Yəni dincəlmək üçün dənizdə idim. Burada birinci şəxsdən söhbət gedir. Əslində subyekt verilməyibdir, amma yəni məntiqə uyğun olaraq insan özü haqqında danışanda çox vaxt subyektdən istifadə etmirik. Yoxmu? Me bundan istifadə etmirik və birbaşa feilin özünü deyirik. Viqavi deyirik məsələn. Şarşan zapxulşi keçən il yayda dasasveneblad zğvazə viqavi. Dincəlməyə dənizdə idim. 5-ci cümləyə keçirik.
Çven biz xart. Sizsiniz deməkdir. Yoxmu? Tkven xart işlədirik. Arayan onlardır deməkdir. Sini arayan işlədirik. Vart bu isə bizik deməkdir. Çünki qopna olmaq feilinin hallanması əgər yadınızdadırsa, çven vart deyirik. Yoxmu? Çven vart Sakartvelodan. Yəni biz Gürcüstandanıq, Gürcüstanlıyıq. 6-ya keçirik. Çemi megobari uqve qarqad. Mötərizənin içində verilib. Laparaqob, yəni sən danışırsan. Laparaqobs danışır. Vlaparaqob danışıram. Kartulad, Gürcücə. Çemi megobari, mənim dostum. Yəni üçüncü şəxsdən söhbət gedir. Mənim dostum əlbəttə ki burada olacaq. Laparaqobs danışır. Uqve qarqad artıq yaxşı deməkdir. Yəni artıq yaxşı danışır Gürcücə. 7-ni oxuyaq. Georgi Pexburts qarqad tamaşops da skolashits şesanişnavad Stavlobs. Stavlob verilib indi mötərizənin içində. Deməli burada deyir ki, Georgi futbolu yaxşı oynayır və məktəbdə də əla nə edir? Oxuyur. Yoxmu? Stavlobs. Çünki üçüncü şəxsdən Georgidən söhbət gedir. Oxuyur. Stavlobs oxuyur deməkdir. Me dedi serta. Mən tək evlad var olacaqdı burada. Yəni tək evladam var. Çünki medən sonra nə deyirik? Var. Nə xar demirik, nə də aris demirik. 9-u oxuyaq. Me çemi dacma caliyan mən qardaş bacımı, bacı qardaşımı çox nə edirəm? Mötərizənin içində verilib. Uqvars sevir. Miqvars sevirəm. Giqvars sevirsən. Me, subyekt me olduğu üçün olacaq. Miqvars sevirəm. 10-cunu oxuyuruq. Marina Kutaisşi Tsxovrob yaşayıram. Tsxovrob yaşayırsan. Tsxovrobs yaşayır. Söhbət Marinadan gedir. Marina Kutaisşi Tsxovrobs. Yəni Marina Kutaisi'də yaşayır olacaqdı bu. Bax belə. Bu da bizim 10 cümləmiz. Deməli tapşırığımızı da həll etdik. Feillərə aid tapşırığımızı və 2 feilimizin də 3 zaman formasını öyrəndik. Hər birinizə uğurlar arzu edirəm. Gələn videolarda görüşəndək sağ olun, salamat qalın. Qarqad.